Bəs yaxşı, bəs belə bir şey deyirlər ki, aşağı mərtəbələrdə ümumiyyətlə yaşamaq lazımdır. Enerji baxımından bu torpaqdan 5 mərtəbə, 6 mərtəbədən yuxarı yaşamaq əslində düzgün deyil. Belə bir yanaşma var. Mən eşitmişəm, düzdür. Yəni nə qədər doğru olduğunu bilmirəm. Amma ki insanların ki yönlənməsi ki, hamı yuxarıda yaşamaq istəyirəm, daha da yuxarıda, heç kim məni görməsin. Bunu sadəcə olaraq mən başa düşə bilmirəm. Yox, əslində torpaqlama aşağı mərtəbələrdə zaten biz o qədər də torpaqla təmasda ola bilmirik, baxmayaraq ki, birinci mərtəbədir. Amma yuxarı mərtəbələrə meyl etməyimizin səbəbi yoldan biraz daha yüksəkdə olanda səs-küy azalır deyə. Ona görə biz yuxarı mərtəbələri azalır, bəli. Yuxarıya qalxdıqca səs-küy azalır. Biz də megapolis kimi, yəni şəhərdə yaşayırıq. Bu səs-küy ümumiyyətlə kəsilmir və binaların izolyasiyasına önəm verilmir. Ona görə də həm səs-küy bizi incidir əslində. Özümüzdən asılı olmayaraq ona görə bir növ elə bir insanlardan qaçış, maşınlardan qaçış, səs-küydən qaçış üçün avtomatik şuuraltı biz yuxarı mərtəbəni seçirik. Gizlənmək məqsədi ilə desək daha doğru olar. Amma bir dənə də başqa bir problem var orada, yeni tikililərdə. Bu divarlar çox qalın deyil. Bilmirəm, qalın deyil, yoxsa nədir? Yəni, növbəti o biri otaqda oturan və yaxud da digər mənzildə olan adamın səsini sən rahatlıqla eşidə. Elə bil burada yanında danışır. Bu bizim ən böyük problemlərimizdən biridir. İnanın ki, hazır mənzil alan adamlarda bu problemin həllini tapmaq mümkün deyil zaten. Çünki artıq hazır şəkildə alıb, təmirlə alıb. Amma bundan çıxış yolu ən azından heç təmir olunmamış mənzil alanda bunlara az-çox riayət eləmək olur. Amma istəyir binanın çöl fasadındakı izolyasiya, səs izolyasiyası istəyir. Daxili bölgüləndirmədəki olan izolyasiya həqiqətən insanlar üçün, yəni biz çöldən gəlirik evə dincəlməyə. Bu diskomfort yaradır. Kənardan gələn səslər, bu bizim özümüzdən asılı deyil. Bilirsiniz bizim nə vaxt hiss eləyirik? Şəhərdən biraz kənara çıxın. Şəhərdən kənara çıxan kimi bizim nə qədər gün ərzində, nə qədər səs-küyə məruz qaldığımızı avtomatik hiss eləyirik. Hətta bağ evinə gedəndə də hiss olunur. Bağ evinə belə, hələ şəhərdən çıxmır da birazca kənarlaşanda o bina evində, sakitçilik sanki. Bina evinin də hər tərəfindən demək olar ki, 4 bir tərəfindən, minimal 3 tərəfindən, 2 tərəfindən yol gedir. Və o yoldan gələn səslər, kənardan gələn səslər mütləq bizi məruz qalırıq o səslərə. Yolu qoyuram elə mən bir qırağa, yəni qonşudan gələn səs avtomatik təsir ilə. Həm də ki, mən gedəndə görürəm də, oturmuşsan, bir dostumuz yerə gedirik, qohumlara gedirik, oturursan, sanki eşidirsən, böyründədirlər. Həmin səndən bir yerdə oturublar. Biz əslində çox qonaqpərvər millətik. Qonşuları da nəzərə alaraq hamısına daxil edirik. Amma belə olmalı deyil təbii ki. Daxili bölgüləndirmədə, daxili divarlarda o izolyasiya qatından mütləq istifadə olunmalıdır ki, o özümüzün komfort alanımızı yarada bilək. Bunun çıxış yolları var əslində. Məsələn, təmir prosesində izolyasiya materialı istifadə olunur və məsələn, tutaq ki, yataq otaqlarında əgər hazır şəkildə alınıbsa, təmir prosesi artıq bitibsə, yataq otaqlarında taxtın baş hissəsinə və yaxud da ki, müəyyən hissələrə səs uducu panellər qoyulmalıdır. Bu həmçinin də zalda da belə olur, qonaq otağında da belə olur. Çalışırıq ki, nisbətən qarşısını almaq olur, amma tam şəkildə yox, təəssüf ki. Buna heç bir, demək olar ki, indiki vəziyyətdə də daxili divarlara ümumiyyətlə önəm verilmir. Yenə binanın ön fasadını az-çox nəsə izolyasiya eləməyə çalışırlar. Amma daxili divarlarda bunu təmir prosesi başa çatmış mənzillərdə ümumiyyətlə yoxdur, sıfırdır. Amma onu da izolyasiya elədikcə, bu da yenə bizim kvadraturaya girir. Düz deyində az da deyirik, amma ümumi sahəni götürəndə yenə görürsən ki, haradasa giriş olur. Bir də mən Rusiyyədə biz olanda bir dənə belə bir halla qarşılaşmışdıq. Orada deməli binada mənzili alırsansa, sən öz üzərinə öhdəlik götürürdün ki, mütləq izolyasiya eləyəcəksən. Yəni izolyasiya eləməyəcəksənsə, sənə icazə verilmir mənzil almaq ümumiyyətlə. Çox maraqlı yanaşmadır əslində. Yəni sadəcə olaraq belə baxıram ki, hamı izolyasiya eləsə ola bilər ki, nəsə məsələni həll eləsin, amma
kömək eləyərmi hamı eləsə? İzolyasiya qatı vacib deyil ki, nəsə bir həcmli bir şey olsun. Bunun üçün daha nazik panellər var, səs tutucu panellər var. Sadəcə olaraq o təmir prosesində ona o qədər önəm verilmir. Amma sizin dediyiniz bu həm də qonşunun baha etik bəli, qiymət olaraq da yüksəkdir. Qonşunun elə bil ki, hər kəs öz alanı ilə bərabər, tutduğu həcmlə bərabər o qonşuya da hörmət mənasında olunur. Məcburiyyət halını alır. Amma bizdə ona əməl olunması üçün məncə müəyyən qayda qanunlar tətbiq olunmalı. Məcburiyyət halına keçməsə, bunu bizdə könüllü şəkildə elətdirmək çətindir. Nəinki onu məcbur, yəni könüllü çətindir. Məcburi hala salsaq bəlkə də nəsə bir şey etmək olar. Könüllü təbii ki onu istəməyəcək. Kim ki başa düşür, əslində istəyər eləmək, amma bu təmirin dəyərində də özünü göstərəcək də. Yəni minimum bir səhv eləmirəmsə bir 10% qədər təsir eləməlidir də, yəni izolyasiya məsələsi. Bu həm məbləğə təsir eləyir, həm yerin itkisinə təsir edir deyə ona görə çox müştəri bundan razılaşmır. Amma olunmağı şərtdirmi? Şərt deyil. Məncə bunu vacib hala keçirtmək lazımdır. Çünki biz özümüz də istəmədən, özümüz də hiss etmədən səsə məruz qalırıq.